Bismillahirrahmanirrahim. Allahı zikr eləməyin, onu xatırlamağın həyatımızda çox müsbət təsirləri var. Bu, bizim üçün çox önəmli, vacib və zəruri bir məsələdir. Əgər biz Allahın zikrindən qafil olsaq, onun zikrindən boyun qaçırsaq, bizi hansı bəlalar gözləyir? Quran-ı Kərim bu barədə buyurur, Zuhruf surəsi 36-cı ayə. وَمَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمَنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ. Hər kəs rəhman olan Allahın zikrindən boyun qaçırsa, bu halda biz ona bir şeytan calayarıq ki, o şeytan ona yaxın olar. Bu barədə digər ayələrə müraciət edirik. Şeytanın insana nisbət yaxınlığı müxtəlifdir. Quran-ı Kərim bu barədə buyurur, xutuvat-ı şeytan, şeytanın addımları. Bir mərhələdə şeytan uzaqdan vəsvəsə eləyir. Quran-ı Kərim buyurur, yuvəsvisu iləhi şeytan. Şeytan onlara yaxın düşə bilməz. Bəziləri var, şeytan ona yaxından vəsvəsə eləyir. İzə məssəhum taifun minəş-şeytan. Şeytan onların qəlbinin ətrafında dolanar. Şeytan onları yaxından vəsvəsə eləyir. Və bu mərhələdən sonra digər bir mərhələ var. Quran-ı Kərim buyurur, yuvəsvisu fi sudurin-nas. Onların qəlblərinə nüfuz eləyər. Fi sudurin-nas. Qəlblərinin daxilinə vəsvəsə eləyər, nüfuz eləyər. Və bir mərhələdən sonra insan Allahın zikrindən o qədər qafil olur ki, Allah Teala buyurur, o əgər boyun qaçırsa, göz yumsa bu işə, bu halda biz ona bir şeytan calayarıq ki, şeytan daim onunla birlikdə olar. Fəhuvə ləhu qarin. Əgər şeytan ki, Allah Teala onu insanın düşməni adlandırıb, Allah düşmən qərar verdiyi biri ilə dostluq eləsə, bu halda bilməlidir ki, onun aqibəti nədir? Quran-ı Kərim yenə də bu barədə bizə məlumat verir. فَكَانَ عَاقِبَتَهُمَا أَنَّهُمَا فِي النَّارِ خَالِدَيْنِ فِيهَا. Onların hər ikisinin, yəni həm insan və həm ona vəsvəsə eləyən şeytanın aqibəti nəticədə cəhənnəm odudur ki, onlar orada əbədi qalacaqlar. Allah Teala bizi şeytandan və onun vəsvəsəsindən amanda saxlasın və selamun aleykum və rəhmətullahi və bərəkatuhu.